У тебя есть Toyota Land Cruiser 2025 года 0 километров. Чтобы продлить этой машине жизнь, тебе нужно проделать пару детальных работ с ней. Какие работы мы можем проделать с ней, Хосро? Sən əyləş, mən izah edeyim ki, sənin üçün də aydın olsun. Avtomobilimiz 0 kilometrədir, sözsüz. Yeni avtomobillər isə rəng mikronu həqiqətən azdır. İndi biz bunları qorumaq üçün Bakı şəhəri biraz küləkli şəhərdir. Və hər an toz torpaq ki, indi də külək başladı, qalxa bilər. Və bu maşınları rahat şəkildə zədə vura bilər. Üstəlik, diqqətsiz sürücülər də aramızda var. Bəs biz bu avtomobili necə qoruya bilərik ki, ömrü daha biraz uzun olsun? Təbii olaraq ki, PPF, plonkadan istifadə eləməyin vaxtıdır. Yəni, siz avtomobilin risk zonasından da istifadə eləyə bilərsiniz. Yəni, alın şişəsi, yan güzgilər, stoyka, kapot, fara, bufer, iki qənətdən istifadə eləyə bilərsiniz və həmçinin arxa bufer. Yox, deyirsiniz, istəmirəm full PPF olsun, onu da biz sizin üçün eləyə bilərik. Hətta sizin burada seçimləriniz də var. 190 mikron, 240 mikrona qədər seçiminiz var. Üstəlik, 190 mikron bugünkü gündə bizim üçün qənaətbəxşdir və yaxşıdır. Plonkanın funksiyaları da budur ki, avtomobilin üzərində elə bir ki, keramika var. Plonkanın üstündə cızıq düşəndə o cızığı da bərpa eləyəcək. Hətta günəş şüası ilə bərabər o cızıq bərpa olunacaq. Və sizin avtomobil hər zaman qoruma altında alacaq. Bu eksteryer mövzusudur. İndi interyerdə də bəzi mövzular var ki, orada detallar var ki, onları da plonka ilə üzləyə bilərik, lazer aparatla kəsirik və üzərinə qoyuruq. Rezakdan istifadə eləmirik. Amma mövzu dərilərə gəlib çatır. Dərilərdə isə 6 aydan bir onlara qulluq eləmək lazımdır. Yəni, belə desəm sizə, qış mövsümündə, yəni soyuq havalarda özünə məxsus bir qulluğu var dərinin və isti havalarda da yenə də özünə məxsus bir qulluğu var. Çünki dəri tez sıradan çıxa bilər. Tez sıradan çıxsa, siz artıq nə qədər xərc çəkməlisiniz ki, o dəriləri təzədən restavrasiya eləyəsiniz. Və amma plonka mövzusu isə hali-hazırda Nigar əyləşdiyin maşını isə plonka işləri var. Yəni, bu BMW-da bizim yanımıza gəlib ki, biz onu artıq qoruma altına alaq. Hər iki avtomobili Nigar çəkib sizlərə göstərəcək. Və istəyirəm ki, Nigar artıq bu servis mövzusunda özünü yetişdirsin, məlumatlansın ki, siz artıq Pro Servis və bizim xidmətlərimizi başqa bir böyütdən baxa biləsiniz. Amma videonu çox uzatmaq istəmirəm. Artıq bu maşınımızın detallarını hamısını görəcəksiniz. Üstəlik plonkalarımız 4 il garantisi var. Gold garantidən də istifadə eləyə bilərsiniz. Əlavə ödəniş olunur. Bu maşın 1 il qoruma altında qalır. Pro Servis komandası olaraq. Yəni bu detalın üzərində hər hansı bir problem yaransa, plonkasında tam ödənişsiz dəyişə bilərsiniz.